Füzuli ilə mən özümə qardaş qədər, mənim qardaşım yoxdur həyatda, amma inan ki, Vüsal, mən səni indi tanıdım, amma Füzuli o qədər mənim ürəyimə, qəlbimə yaxın bir insandır ki, vallahi düz deyirəm. Mən inanın ki, 24 saat telefonumda Füzuli haradasa orada gedəsiyəm. Vallahi düz deyirəm. Bu günləri mən başqa bir yerdə toydaydım. Amma Füzuli'nin bir kəlmə sözü ki, sən bu günləri burada olmalısan, vallahi bunun xətrini o qədər çox istəyirəm, dağlar qədər, dünyalar qədər. Dedim, Füzuli, sənin sözün qanundur. Baxmayaraq ki, mən bundan böyüyəm, amma Füzuli, Vüsal, vallahi yenə deyirəm, bütün xoşbəxtliklərə layiq olası oğlanlar. Allah o günü də nəsib eləsin ki, Füzuli'nin toyuna gələk, onun da balasından xeyir işində mən əmsi iştirak eləsin. Elə Füzuli, ne olar adam kameraman olanda, bir kəlmə də sən dedi, bu boyda mən danışdım. Nizami ne şey oldu? Ay Nizami! Nizamsız olay. Ay Nizami! Gel görək buraya. Mən də təbriklərə qoşularaq sənimi qəbdüm təbrik edirəm. Allah bu dünyadan keçənlərə, hər birinə rəhmət eləsin, qalanlara ömür versin. Əhəməd babiyyatlara, nəniyə, Səməd babiyə Allah qənqə rəhmət eləsin. Bir dənə nənələrdən də bir xadəm eləndə Allah ömür versin. 10 dənə nəvəsi var, onun da ki, ən böyüyü də mənəm. Allah bu ildən o badını əksik eləməsin. Maşallah olsa, xalışağa hamısı buradadır, çoxdur sayı. İnşallah ki, Allah ömür versin. O balacaların birinci sinifə gedən günü, ondan sonra da inşallah birinci sinifə qutaran günü görəsin. Dərsə Nizamı da gəldi, getdi, gəlin, biraz yaxın gəlin. Allah sizlərə də canı sağ eləsin, bu da göz aydınlığı verəm. Onun bir şeydə vurğulayım ki, xaloğlu bizlərdə çoxdur, amma bir xaloğlu burada yoxdur. Ürəyi bilirəm buradadır, amma özü qürbətdədir. Rusiyadadır, işinə əlaqədar. Allah ona canı sağ eləsin, Kamran qardaşımı yəqin ki, nə vaxtsa baxacaq. Bilirəm, özü burada yoxdur, amma ürəyi buradadır. Onu da əvvəzindən təbrik edirəm, bir böyük xaloğlu olaraq. Allah ona da can sağlığı versin. İnşallah tez bir zamanda sağ-salamat öz ölkəmizə, vətənimizə gəlsin. Onu da toyun görək. Bugün Nizaminin illərdə hamı bu sevinci gözlüyordu. Kim Allah şirin pay versin. Kim ki övladı yoxdur, övlad yolu gözlür, Allah onlara qismət eləsin. Oğul toyu görsün. Gəlin köçüdüb, gəlin gətirən gün olsun. Bugün Nizaminin valasının xeyişinə gəlmişik. Növbəti səfər inşallah Səmər. Allah sana şirin pay versin. Onda da gəlin bir xala oğlu kimi deyim ay Səmər. Toyuna gəldim, xeyda verdim. Bugün şükür ki elə balan var, balan xeyir, bax belə göz aydınlığı verim. O gün Allah'tan qismət eləsin. Buyur, qəbul edin. Rafa Ələmin təbrik edirəm. Allah həmişə ona can sağlığı, uzun ömür versin. Həmişə ona axsaqqallıqdan, böyüdüyün əski eləməsin inşallah. Yəni həmişə mən bu evə gələndə, yəni elə bir göz elmə gəlmişəm. Allah həmişə bu süfrəni boy eləsin, ruzisin. Allah həmişə onları mehriban eləsin. Necə deyim, inşallah Ayşəni, Ayazı, inşallah böyüyəndə səslər universitetdən gəlsin. Yəni gələcək şeylər demirəm, siz universitetlərdir, savadlardır, ay savadlardır. İnşallah hamısını təbrik edirəm, bağırma basıram. İnşallah bu evdən daha çox şad xəbərlər gəlsin. Biz de onların sevincinə şərik olaq inşallah. Öpürəm, hamımızı bağırma basıram. Təbrik edirəm, böyük oyuna gələk. Təbrik edirəm, böyük oyuna gələk. Ona bir şey də vurğulayım ki, Kamran qardaşımız da canlı görüntüdə onda. Neyse işinə qədər danışa bilmədir. Sən bəlgəyə qardaş. Allah səni qardaşını əsir eləməsin. Çox sağ ol, var ol. Hər zaman hörmətli olarsan. Bugünkü günü də mənim bir sözümü yerə salmadı. Bir kəlmə mən ki gəldim bura.
Bu buzovla cəmaatı görürsən də bizim heç kimə dəvətnamə verilməkdir. Eşidən bilən gəlir. Bizim qohum cəmaatı, qohum əqrəbə bir-birinə bağlıdır. Bu zonada Allah oldu, olmadı fərqi, hamı qarşısını toy qismət eləsin. Nə qədər ki, bu teritoriyada mən varam, bu məclis var, o çəkilişdə mən varam, ansambl olaraq da sənsən. Sən ki, bu 2 gündə mənim sözümü yerə salmayıb gəldin, həmişə hörmətli olasın. Öpürəm səni. Bu teritoriyada toy və məclisdə sən var, sənə qatmalıdır. O gün olsa sən toyga gələr Füzuli, Allah həmə görə qismət eləsin. Həmişə kadr arxasından toyları çəkirsən, amma bugün də özümü çək də vedəlim. Elə mi? Allah var eləsin. Heç olsa dəyərli xalovlanlarına. Amma maşallah tamadalıq eləyir, mənim çörəyimi əlimdən almadı, nə qardaş? Hə, xalovlanları. Ay Vüsal, buyuraq ey Ay Vüsal, ay gözəl xaloğlu, buyuraq. Hə, gözəl mahnılarımız səslənsin. Hansı mahnı gəlsin qardaş?